Salamlar, gəlin bugün keçirilmiş OTK sınav imtahanından 10-cu sinif ingilis dili sualların izahına baxaq. Deməli, birinci cümlə zamanlarla bağlıdır. Already görürüksə, bilirik ki, biz burada bitmiş zaman istifadə etməliyik. She ilə have işlənməz. Elə bitmiş zaman adadır. Və now da işlənməlidir indiki davam edici ilə. Yəni, hər iki tərəfdə mürəkkəb cümlədir. Zaman zərfinə görə qoyduq. Düzgün cavab A variantıdır. Baxmalıyıq ki, burada bədbəxtlikdən sözü var. Və ofla birləşmək lazımdır. Deməli, evdə ofla birləşmir. Deyir ki, mən digər birinə baxmalı oldum. Yəni, bədbəxtlikdən, jaketlərdən heç biri mənə uyğun gəlmədi. Əlbəttə ki, nazə olacaq. Deməli, inkarda yazmalıyıq çünki. İndi baxırıq ki, there was a gold ring. Əlbəttə ki, sayıla bilən tək isim artiklsız işlənməz. Ya A-dır, ya C-dir. In the box. Boxda, yəni artiklsız işlənməz. Həm də burada müəyyən qutudur. Mike'ın öz qız dostunu aldığı qutuda qızıl üzük var idi. İndi baxırıq ki, veridən sonra biz adi dərəcə verməliyik. Was bağlayıcı feildir. Yəni to be feilidir ki, özündən sonra sifət istəyir. Amma tələbələr mühazirəçiyə diqqətlə qulaq asırdılar. Burada biz zərf yazmalıyıq. Attentive gəlin çıxaq. Deməli, interested də çıxaq. The lecture was very interesting. Veridən sonra adi dərəcə gəlməlidir. Mod müqayisədir. Members iki isim varsa əsas isim ikincidir. Cəmdədir deyə only'dən sonra ya a few ya a little. A little saymayanda only a few olacaq əlbəttə ki. Burada deməli hər ikisi feilə aiddir. Nick otağa necə tərzdə daxil oldu və necə tərzdə danışmağa başladı. Əlbəttə ki, suddenly və excitedly bu sifətdir. Bu da, elə bu da, elə bu da. İndi baxırıq ifə. İfdən sonra gələcək zamanları atırıq. Keçmişlə gələcək olmur. İndiki sayda ilə indiki bitmiş olmur. Əlbəttə ki, indiki sayda ilə gələcək sayda uzlaşır. Definitionları deməli uzlaşdırırıq. Tribe bir qrup insan, qəbilədir. Reward əlbəttə ki, mükafatdır. Wing isə qanaddır da, yəni 2-də də B-dir. C, B, A harda olacaq E-də. Yəyəli hal seçməyimizi istəyir. Deməli, ing var, özündən sonra feil yoxdur. Deməli, bu yəyəli hal deyil. Başqa feil olsa yəyəli hal olardı. Feil var, yəyəli hal deyil. Yesterday, tomorrow, bir də today zaman sözləri. Deməli, düzələndə yəyəliyə apostrof S-lə düzəlir. Birinci də düzdür, cəmdədir, yəni S bitişməyibdir. Ona görə də biz 1-4-ü, yəni C-ni götürdük. Çünki bizdən düzgün variant seçməyimizi istəyir. Bu isə uzlaşmadır. Deməli, boys cəmdədir, want cəmdə 1 okeydir. News təkdədir, was olmalıydı. 2 səhvdir, 2-nin üstündən xətt çəkin. Polislə have olmalıydı. Friendship sözü təkdədir. Əlbəttə ki, burada olacaq deməli 1 və 4 düzgün cümlə. Başlamaq, xüsusilə təşkil olunmuş bir şeyə başlamaq, bu launchdur. Nəyinsə bir hərbi əməliyyatın və ya nəyinsə siyasi cəhətdən başlaması. Brave cəsurdur, əlbəttə ki, cowardly qorxaqdır və sifətdir, cowardly sifətdir, onun əksi. Sinonimləri seçməliyik. Value, appreciate, dəyər vermək, inspire, courage, ruhlandırmaq, rəbb bükməkdə, uncover, onu açmaqdır. Overcome, qalib gəlmək, defeat də məğlub etməkdir. Elə 2 də olar. Üstəsindən gəlmək, məğlub etmək, defeat. Deməli, ola bilər. Improve, inkişaf etmək, reduce, azaltmaq da olmaz. İndi baxırıq ki, bir elan verilibdir. Deməli, əziz hotel qonaqları 12 ilə axşam 6 arasında deyir ki, reception'a zəhmət olmasa. Yox, reception deyil, unavailable, əlçatan deyil. Əgər bir, yəni bu saatlarda köməyə ehtiyacınız olsa, bu nömrəyə zəng edin. Anlayışınız və əməkdaşlığınız üçün təşəkkür edirik. Deyir ki, rəhbər sadəcə səhər işləyir. Deməli, belə bir məlumat yoxdur. Call each guest during the night. Gecə ərzində deyir, cavab verəcək. Belə bir məlumat da yoxdur. Deməli, gecə ərzində heç deyir, xidmət təmin etmir. Xeyr, təmin edir, amma nömrə ilə. Deyir, icazə verilmir 6-ya kimi, səhər 6-ya kimi rəhbərlə əlaqə saxlasınlar. Deməli, bu da yanlışdır. Rəhbərlə yox, burada reception'a əlaqə çatmır. Deyir ki, menecer, baxın, birbaşa deyir menecerə zəng edin. Yəni, rəhbərə, qonaqlara, rəhbərin telefon nömrəsinə gecə kömək üçün zəng etmək tövsiyə olunur. Yəni, reception işləmir.
Emma deməli kiçik bir deyir şəhərə çatdı qatarla gec çatdı. Qatar da demək olar ki, boş idi, yox dayanacaq. Və heç bir adi bir taksi də yox idi. Biraz əsəbi şəkildə telefonunu itələdi və bir mesaj göndərdi Kate-ə. Hey Kate, deyir, məni buradan ala bilərsən? İndi deyir, mənə yaz, mən inanmıram ki, burada taksi olacaq. Deməli, burada Emma neynir? Emma asks Kate, deməli, yox. Hə, Emma baxın, gözləməyini istəmir evdə, pul da istəmir. Emma demir ki, axırıncı qatarı qaçırıbdır. Bu da axırıncı qatar deyil, bu ümumiyyətlə qatara gecikibdir. Bəlkə başqa qatar gələcək. Kate-i dəvət eləmir ki, məndən səyahətə çıxaq. Deyir, yəni məni gəz stansiyadan götür də, mən gecikmişəm, buradan qatar keçməyəcək, taksi keçməyəcək. Tom deyir, o gün evə çatanda biraz çətin şok tekstlərdi. Qonaq otağı deməli zibilli idi. Leslie'nin iş vərəqlərindən, kağızlarından o şok oldu və qısa mesaj göndərdi. Lucy deyir, zəhmət olmasa gəlib bunları götürə bilərsən öz otağına. Zara is coming over for coffee. Zara deyir, nəyə gəlir? Kofe içməyə gəlir. Deməli, Tom kimə deyir? Leslie'yə. Tom tells Leslie to tidy up. Bəli, sərgiyə salmağı deyir. Otağı tərk etmək demir. Demir ki, gəl kofe düzəlt. Demir, gəl dostundan görüş. Deyir, yəni gəl bunları götür, sərgiyə sal da. İndi baxaq. Deməli, indi isə mətnə baxırıq. Deyir ki, musiqi insanın həyatında min illərdir ki, vacib rol oynayıb və çox müddət əvvəl, yəni uzun bir vaxt əvvəl musiqiçilər musiqi bəstə eləməyə başladı. Öz musiqi alətlərini ifa etdi və bəzi ən qədim musiqi alətlərindən bəziləri 40 min il əvvəl kəşf olunub. Bunlar deyir Cənubi Almaniyada mağarada tapılmış deməli musiqi alətləridir, hansı ki bunlar küləklə çalınırdı. Çox uzun və nazik idi. Eləcə də deyir mağara divarlarında çoxlu rəsmlər var və bunlar dünyada ən qədimlər arasındadır və insanın keçmişini göstərir. Alimlər də inanır ki, insanlar ocağın ətrafında oturub bu musiqi alətlərini əyləncə üçün çalırdı. Onlar birlikdə mahnı oxuyurdular və musiqi ifa edirdilər. Bu da dostluqları gücləndirirdi. Alimlər deyir, ilk dəfə bu aləti tapanda onlar bilmədilər ki, deməli, didn't know what it was because it was broken. Onlar bilmədilər ki, nə üçün bu sınmış idi, yəni qırıq idi. Və bir alim Maria Malina təklif etdi ki, bu bir musiqi aləti növü ola bilər. Deməli, o parçaları birləşdirdi və o haqlı idi. Və bu musiqi aləti də quşun leg bone, deməli, qıç sümüyündən düzəldilmişdi. Bunu çalmaqla insanlar 5 müxtəlif not, yəni musiqi notası, müasir musiqiyə oxşar səslənən musiqi notası kəşf etdi. Deyir ki, min illər əvvəl, amma belə bir musiqi növü bilmək, tanımaq qeyri-mümkün idi. Amma indi deyir ki, biz bilirik ki, bu necə səslənir. Deməli, mətn nə haqqındaydı? Mətn qədim mağara rəsmləri haqqında deyil, alimlərin problemləri haqqında deyil. Necə musiqi aləti düzəltmək olar, musiqi aləti dostluğu yaratmağa necə kömək etdi deyil. Xüsusi bir musiqi aləti, bəli, flüt çalmaqdan, yəni onun tarixindən danışırdı. Bugün deyir ki, xüsusidir, çünki bu Almaniyada ixtira olunub, başqa ölkələrdə yox. Xeyr, Almaniyada olmasını xüsusi etmir. Deməli, it is the oldest instrument. Baxın, bu deməli, ən qədim deyildi. Ən qədimlərdən biri idi. One of the earliest known wind instruments. Bəli, küləklə çalınırdı üstəlik. Xüsusidir. Deyir, possible, mümkün idi. Keçmişdə mümkün deyildi o aləti tam tanımaq. Limitli saydaydı, sayı yox. Baxın, kəşf olunmuş ən qədim musiqi aləti olduğunu demir. Ən qədim o küləklə çalınan musiqi alətlərindən biri idi. Ona görə də adı. Nə üçündür? Başda alimlər flütün musiqi aləti olduğunu kəşf etmədi. Çünki bu sınmış haldaydı da, düzdürmü? D variantı deyilə. Çünki deyir, xəbərsiz idilər, yox. Bu mükəmməl vəziyyətdə idi, yox. Çünki quşun qıç sümüyündən düzəldilmişdi, yox. Uzun və dar, deməli, səliqəli değişikləri var idi, yox. Pis gündə idi, sınmış idi. Hansı səhvdir, bizdən səhvi istəyir. Deməli, quşun ayaq qıç sümüyündən istifadə olmuşdu, düzdür. İnsanlar illər əvvəl heç nə bilmirdilər, tamam, düzdür. Bəli, əyləncə üçün istifadə olunurdu, düzdür. Deməli,
The phones were found in a cave located in southern Germany. O da düzdür. Bir dəqiqə biz nəyə qaçırdıq? Ancient individuals for the enjoyment. People knew nothing about it. Hə, heç nə bilmirdilər. Bir dəqiqə B səhvdir. İnsanlar bilirdilər. Flüt haqqında heç nə bilmirdilər, amma ümumiyyətlə musiqi alətləri haqqında bilirdilər. Deməli, keçmişdə əyləncə üçün çalınırdı. Bəli, Cənubi Almaniyada tapılmışdı. Bir də insanlar necə yaşadığını göstərirdi. Düzdür. Düzü istəyir. Bir dənə deyir, sadəcə yalnız Marina Malina bu alimlərin problemlərini etdi. Bəli, bir doğrudur. Deməli, very fərqlənir deyir bugünkündən. Deyir, kəşf edəndən sonra biz artıq xəbərdarıq bu səsindən. Bu yanlışdır. Bir də keçmişdə insanlar heç vaxt musiqi çalmadılar. Yox, bu da yanlışdır. Elə burada 1-2 doğrudur. Essedən deməli nədən danışır? Hardasa bir təyyarə düzəldirlər. Deməli, gəlin belə yazaq. One day Mike's teacher gave them an important ya da ən yazmayaq da, ev işi kimi yazaq. Gave them important homework. It was deyə bilərik. It was to make a plane, yəni təyyarə düzəltmək idi. At night, Mike's father helped him. Deməli, gəlin belə tər yazaq. Bunu arxasını qeyd edeyim qeydlər yerində. They worked. Ya da birinci hatasını yazaq da. His father made, deməli, birinci orada hardasa çetoju çəkir də. Made a picture or plan yaza bilərik. For this plane, yəni birinci təyyarə üçün bir plan düzəltdi, bir şəkil çəkdi. Plane. Then he finished to make plane. In the morning, the plane was in the morning. The weather yazaq gəlin, hava günəşli idi. Was sunny. When Mike saw a plane, he became very happy. He began to play with it in the yard happily. Bu şəkildə yazmaq olar. Gəlin sözlərə baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32. Hardasa keçmişik. Burada da bir sözlər var. Bəli, bu qədər. Daha çox izahlar üçün kanalıma abunə ola bilərsiniz. Sağ olun.